Bugünkü oyun yəni gərgin oyun getdi. Yəni oyunun belə olacağını bilirdik. Eee, Qol vurmaq istəyirdik. Bizə ancaq qələbə lazım idi. Ona görə də ilk dəqiqələrdən atladıq hücuma. Rəqib istifadə elədi momentindən. Bizim imkanlarımızdan istifadə eləyə bilmədik birinci hissə. Rəqib istifadə elədi, qolun vurdu. İkinci hissə demək olar ki, tam heyətlə atıldıq hücuma. Sadəcə əlimizə düşən imkanlardan birindən istifadə eləyə bildik. Hakimliklə bağlı heç nə deyə bilərəm. Yəni elə bir hər şey yəni, normal idi. Yəni hakimliklə bağlı bir iradım yoxdur. Sadəcə biraz rəqib komanda vaxta görə yəni çox vaxt uzadırdılar. Yəni bu biraz vaxt məsələsində bir balaca yəni ona diqqət eləsəydilər lap yaxşı olardı. Amma belə ümumi idarəçiliklə bağlı heç bir problem yoxdur. Əlbəttə inanırıq. Hər yəni bu çempionata qoşulanlar bizim fikrimiz çempion olmaqdır. İnşallah yəni əlimizdən gələn hər şey eləyəcəyik ki, birinci liqaya qayıdaq. Yox, futboldur, elə bilmək olmaz. Rəqiblə bizim aramızda 3 xal fərqi var. Rəqibin də ağır oyunları var, bizim də ağır oyunlarımız var. Ona görə elə bilmək olmaz. Yəni qarşıda oyunlar var. Əlimizdən gələn yenə də nə bacarırıqsa futbolu oynayacağıq. Xeyirlisi.